Salam əziz şagirdlər, mən təlimçiniz İsrafil Hüseynov. Bugün sizinlə elə bir bazarlıqdan danışacağam ki, nə dərsliklərdə tapılır, nə də testlərlə ölçülür. Amma həyatda çox şey yarayır. Onun adı emosional zəkadır. Əziz şagirdlər, bəs emosional zəka nədir? Emosional zəka insanın öz hisslərini və başqalarının hisslərini tanıması, anlaması və idarə etməsi bacarığıdır. Məsələn, əsəbləşəndə qışqırmaq yox, sakit qalmaq və ya dostun susursa onun yanında olmaq, ona dəstək olmaq bacarığıdır. Baxın, bu emosional zəkadır. Emosional zəkanın 5 əsas xüsusiyyəti var. Onları sizin nəzərinizə çatdırmaq istəyirəm. 5 əsas gücü var. Özünü tanımaq. Özünü tanımaq insanın öz emosiyalarını və hisslərini tanımasıdır. Məsələn, səni nə əsəbləşdirir, səni nə gərginləşdirir, sən nədən sevinirsən. Baxın, bunları bilmək çox önəmlidir. 2. Hisslərini idarə etmək. Əsəblə hərəkət etmək əvəzinə biraz susmaq, dərindən nəfəs almaq, sakitləşmək bacarığıdır. Özünü ruhlandırmaq, yəni motivasiya etmək. Hər şey həmişə alınmaya bilər, amma bacaracağam deyib davam edən insan emosional cəhətdən güclü insandır. Empatiya. Empatiya insanın özünü başqasının yerinə qoymaq, onun hisslərini yaşamaq və düzgün qərar qəbul etmək bacarığıdır. Dostcasına münasibət qurmaq, mübahisə etmədən danışmaq, dinləmək, anlayışlı olmaq həyatın hər sahəsində işinə yarayacaq. İndi isə istərdim sizə bir neçə suallarla müraciət edim. Hissləriniz bir rəng olsaydı, bugün hansı rəng olardı və niyə? Əgər bugün sənin günün haqqında bir film çəkilsəydi, hansı hissin baş rolda oynayardı? Heç olubmu ki, içində bir hissin var, amma adını deyə bilmirsən, o hissi necə təsvir edərdin? Bu suallar sadəcə düşün deyə deyil, səni özünə yaxınlaşdırmaq üçündür. Hər cavab sənin emosional zəkanı biraz da gücləndirəcək. Unutmayaq, emosional zəka görünmür, amma hər yerdə hiss olunur. Danışığında, davranışında, dostlarınla münasibətində. Bu bacarığı inkişaf etdirən insan yalnız dərslərdə yox, həyatda da uğur qazanan insandır. Unutma, hisslərini tanımaq özünü tanımaqdır. Özünü idarə etmək daxili gücündür. Başqalarını anlamaq böyüklükdür. Ən yaxşı hiss odur ki, bu güc sənin içindədir. Onu axtarmağa başqa yerə getmə. Sadəcə özünə qulaq as, hisslərini başa düş, həyatını daha da parlaq et. Əsl güc əzələdə deyil, qəlbdə və düşüncədədir. Təşəkkür edirəm.